6-cı testi izah edirik özlə. Bizə deyir ki, hansı fikirlər verilən cümlələrin hər ikisinə də aid edilə bilər. Birinci cümlədə deyir ki, təzəcə salona keçib əyləşmişdik ki, bayırdan güllə səsi eşidildi. Burada təzəcə sözü olduğuna görə bu zaman budaq cümləsidir və budaq baş sxeminə uyğundur. İkinci cümlədə deyir ki, əsl dahi o adamdır ki, ürəyi bəşəriyyət üçün döyünür. Burada da baş budaqdır, sxem. Bizdən hər ikisinə aid olduğunu deyir, onu soruşur. Birincisi deyir ki, budaq baş sxeminə uyğundur hər ikisi, amma bu yanlışdır. Bu sadəcə birinci cümlənin şərtinə uyğundur. İkidə deyir ki, tərkib hissələr bağlayıcı sözlə əlaqələnmişdir. Bu da uyğun deyil. Üçüncüdə deyir ki, budaq cümlə baş cümlədən sonra işlənmişdir. Budaq cümlə baş cümlədən ikinci cümlədə bu ikinciyə uyğun gəlir, amma birinciyə uyğun gəlmir. Dördüncüdə deyir ki, tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. Bu onsuz da tabeli mürəkkəb cümlənin əsas qrammatik vəzifələrindən biridir ki, biri digərinə tabe olur. 5-də deyir ki, budaq cümlənin xəbəri xəbər şəklində olan fe'l ifadə olunmuşdur. Birinci cümləmizdə xəbərə baxırıq. Əyləşmişdik ki, burada mış var, nəqli keçmiş zamanın şəkilçisi var və zaman şəkilçisi olan yerlərdə xəbər şəkli olur. İkinci cümlədə də ürəyi bəşəriyyət üçün döyünür. Budaq cümləmizdir. Döyünür. Burada da indiki zaman şəkilçisi bu da xəbər şəkli olur. Ona görə 4-ü 5-i düzgün götürürük. O da cavab A variantı edir. Aferin sənə özə. Çox sağ ol. Çünki şu an mən insan